bir stulla zərbəmizi dəmir kimi eləyə bilərikmi sualına cavab verəcəm sizə. Əlbəttə ki, bu mümkündür uşaqlar. Bu stul bizim çox işimizə yarayır. Əlimizi bu vəziyyətdə tuturuq, bax, burada jim vəziyyətini alırıq və başlayırıq 3 set 20-20 bunu işləməyə. Hətta əlimizi aralı şəkildə də bu vəziyyətdə işləyə bilərik. Bunların göstərəcəyim hər bir seti 3 set 20-20 işləyəcəksiniz. Bu bizim ikinci hərəkətimiz idi. Üçüncü hərəkətimiz qoyuruq ayaqları bura, yumruq üstündə də dayanıb işləyə bilərik bu vəziyyətdə. Əllər üstündə də və hətta biləklər və barmaqlar üzərində də işləyə bilərik. Və sizə onu deyim ki, qarın əzəllərini də bu stol vasitəsilə bərkitmək mümkündür. Və ən gözəli qol arxası. Qol arxası işləyərkən bu vəziyyətdə yox, bu vəziyyətdə işləsəz daha effektiv olacaq sizin üçün. Və hətta desəz ki, bəs qarın üçündə hərəkətlər, təbii ki də bu vəziyyətdə bax, qaldırırsan bu vəziyyətdə, hətta vurdun, qayıtdın, digər ayaq, qalxdın, düşdün. Əslində, bu stol bizim çox işimizə yarayır. Sadəcə düzgün şəkildə faydalanmaq lazımdır.